dənə nəyimiz oldu? Pimiz oldu. Bir də qayda düşsün, yəni təkrar deyirəm uşaqlar. Bütün tək xətlərin hamısı nə olacaq? Sigma olacaq. 1 sigma, 2, 3, 4, 5, 6, 7, 8 dənə tək görmüşdüm, yəni sigma var idi. Çoxların isə biri sigmadır. Yəni cəmi cümlətanı 9 dənə sigmamız oldu, 2 dənə də pi rabitəmiz oldu. Sigma ilə pi yəni bu qədər bəsdir. Bir də nəyi bilməlisiniz? Qayda düşmədiyi üçün təkrarçılıq olur, amma deməliyəm. Pi'nin şəklini bilməlisiniz ki, pi sonsuzluqlar, yəni bax bu formada durur, yaxşımı? Qalanları bütün şəkillərdə nə götürəcəksiniz? Sigma olaraq götürəsiniz. Bunun içərisində yalan söz yığını yazıblar. Testlərdə ehtiyac yoxdur deyən toxunmuram. İndi mən uşaq adı çəkəcəm. İndi baxım görüm kimi danışdırmamışam. 29 nəfərdən Nihat, bizim Nihatsan sən? Nihat. Aha, müəllim. Sən bayaqdan buradasan, dərsdəydin, yoxsa təzə mi qoşulubsan? 20 dəqiqə işləmişdə qoşuldum. Yaxşı, indi 1 saat. Sən də görün mənə, bax burada sigma rabitəni tapmalıyıq, bir də pi rabitəni tapmalıyıq. Bu səncə sigmadır, yoxsa pidir? Narıncı rəng elədiyim xətt. Müəllim, pi o 3 dənə olandır. Hamısı yox, 3 dənə olanın, Nihat, 3 dənə olanın sadəcə... İkincisi, hə, üçüncüsü. Deməli, 3 dənə olanın, bax belə çəkirəm, 3 dənə olan sadəcə bir dənəsini sigma götürürsən, qalanları pidir, yaxşı? Aha, qalan bütün hamısı nə olacaq? Təbii. Aha. Yəni ikinci ilə üçüncü pidir. Ay, Qalanlar da sigma. 1, 2, 3, 4, 5, 6, 6. 1, 2, 3, 4, 5, 6. 6 dənə sigmamız oldu. 2 dənə də pi'miz oldu. Deməli, 6 dənə sigma, 2 dənə pi. Bəs tamam. Müəllim, bəs orada 3 dənə xət olmayıb, 2 xət olsa nə olardı? 2 xət olanda da, bax, burada bir nümunə var, Aygül. Tamam, bax, görsən 2 xət verib də. Birini sigma götürürsən, birini pi götürürsən. Həmişə çoxların, qayda olaraq odur ki, bir dənəsi sigmadır çoxların, yaxşı? Bax, belə çəkmişəm, biri sigma oldu, ikisi pi oldu. Və yaxud da 2 xət olanda necə elədik? 2 xət olanda da dedim ki, bax, 2 xətdir də, son. Biri sigmadır müəllim, biri pidir, yaxşı? Təkləri nə götürəcəksən? Sadəcə sigma götürəsən, aydındır? Şəkillər... Neçənci bölmədir? Neçənci bölmədir? Sizlə biz keçəcək sabah. Yox, sabah sınav tutuyasınız, 6-cını keçəsiniz. Yox, bu neçənci bölmədir? Yəni neçənci dərsdir? Nətər, yəni neçənci dərsdir? Qəbul suallardan mı? Neçənci sinifdir, neçənci dərsdir? Sinif olaraq 8-dir, amma abituriyent olaraq 4-cü bölmədir. Bildin? Sinif olaraq 8-ci sinifdir. Öz dərsimizdə keçməmişik? Öz dərsimizdə yox. Öz dərsimizdə 6-cı gün başlayacaq hələ bu bölməyə. Elə bil ilk anlayışları keçdik, maddi miqdarını keçdik, maddi miqdarını keçdik, dövrü qanunu keçdik, sabah sınavını işləyirsən, 4-cü bölmə budur. Keçəcək, yaxşı? İndi bir uşaq adını çəkirəm. Görüm kimi çəkirəm. Xan. Nə qəşəng adı var Xanın. Neçənci sinifsən Xan? Telefonda qeydiyyatda varsa, amma yadından çıxsan. Neçəsən? Mən 9-a keçirsən. 9-a keçirsən. Qoy görüm biləcəksənmi sən bu sualı? Yaxşı, qoy baxaq səndən. Heç bayaqdan oğlanlarımızı çox danışdırmamışıq bayaqdan. İndi baxaq görək nə istəyir burada. Xan, bax belə bir şəkil verib. Bu şəkli 5-ci gün keçəcəm ki, bax başı biraz nazik, qarnı böyük. Bax, başı nazik, qarnı böyük olan hibriddir, yaxşı? Ya SP-dir, ya SP2-dir, ya da SP3-dür. Hər üçünün də şəkli bax bu formadadır. Yaxşımı? Burada yəni hibrid hal verib, hibrid. Bir də kürə verib. Kürə də S-dir. Kürə də nədir? S-dir. İndi bizdən soruşur ki, yəni bu belə deyək də, birinci maddə budur. Birinci maddədə deyir, nə qədər hibrid S rabitəsi var. İndi gələn dərsimizə aid əslində bu sual ona belə deyək də aiddir. Gələn dərs öyrənəcəksən ki, xan, bax bu SP-dir. Bu da SP-dir. Hidrogenlər isə S-lərdir. İndi deyirsən ki, müəllim, burada S ilə SP arasında bir xətt var. Yenə S ilə SP arasında bir xətt var. Cəmi cümlətalı hibrid S olaraq 2 dənə rabitə gördük. Yaxşı? Deməli, hibrid S olaraq neçə rabitə gördük? 2 dənə rabitə gördüm. Elə deyilmi, xan? Amma uşaqlar, bir dənə bunu aşağıda təzən çəkirəm. Bax, C yazıb, 3 qatı rabitə qoyub. Yenə Elmir C yazıb, eləmi? İndi qabaqlar hidrogenlərin yazması olar. Burada SP, SP var ha. Bax, bu da SP-dir, bu da SP-dir. Bu şəklini bilirsiniz necə çəkərdilər uşaqlar?
baş balaca yekə qarın, bir də baş balaca yekə qarın. Bax, bunun şəkli bu formada olacaqdı. İndi biraz səliqəsiz çəkdim. Yəni, 2 dənə hibrid halı. Yaxşı. Bir də təzədən çəkməyə cəhd edim. Bax, başı balaca, qarnı yekə. Bir də yenə başı balaca, qarnı yekə. Yəni, şəkil olaraq belə olmalıydı. 2 dənə hibrid olmalıydı. Ona görə onu soruşmur. Sizdən bir hibrid S soruşur, bir də pi rabitəsini soruşur. İndi xanım da deyir ki, müəllim, burada mən görürəm ki, 2 dənə nəyim var? Pi rabitəm var. Ona görə bax, bu pinin şəklində. Pi rabitə yerə nə qoyacam xan? 2 qoyacam. Yaxşı? Bu birincinin həllidir. Keçirəm indi uşaqlar ikinci maddəyə baxmağa. İkinci maddədə hibridlə S verib. Hibridlə S, bax, bu karbon hibridlidir, bu da karbon hibridlidir. Bax, bu S-dir, hidrogenlər də S-dir də, elə deyilmi Nərgiz? İndi baxaq sayaq. Görürsünüz, bir dənə burada hibrid S var, biri buradadır, biri buradadır, biri də burada. 4 dənə bizim hibrid S-imiz var. Pi rabitəmiz nə qədərdir? Pi rabitə ortada olanlar bir pi daxil. Bir dənə pi rabitəmiz var. Buna əsasən aşağıdakı uyğunluğu müəyyənləşdirməliyik. Deyir, A ilə B bir-birinə bərabərdir. Həqiqətən də düzdür. 2 2-yə nədir? Uşaqlar bərabərdir. A-nı da 2 tapıbsınız, B-ni də 2 tapıbsınız. Sonra deyir, B bərabərdir. Xan aparıb yerinə qoyuram. B-miz 2-dir. 2 bərabərdir. C nədir? 4. 4 çıxılsın 1. Üst-üstə gəlirim. Xeyr, 4-dən 1 çıxanı 3 edir. Bu səhv anlayışdır. Sonra keçirəm 3-cüyə xan. D-ni verib 1. 1 bərabərdir. A-mız 2-dir axı. 2 üstə gəl 2-yə. Düzmü anlayışdır? Xeyr, bu da səhvdir. Üst-üstə düşmədi. Axırıncını sən də görüm xan. Nə verib? Yazıb C bərabərdir. C-miz neçədir xan? 4 elə. 4 bərabərdir. D-miz neçədir? 1. 1 üstə gəlsin 3. Üst-üstə düşdümü? Bəli. Deməli, birinci və dördüncü anlayışlar doğruymuş. Bəli. Kimə aydın olmazsa desin, təzədən baxa bilərik. Hətta mən şahid adı çəkim, ondan bir də baxaq. Pərin isə. Ülvi sənsən, de görüm. Kimdir xandır? Hə. Denəm xan. Müəllim, başa düşdüm, amma bir də sualım var. Buyur. İndi burada C-lər arasında 3 nöqtə çəkib də, onlara qeyri-polyar demək olar. C-lər birinci maddəni mi deyirsən? Bax, burada 3 xət. Eləmi? Bəli. 3 xət çəkibsə, deyirsən ki, müəllim, bəli. 2 dənə eyni element olduğuna görə buradakı rabitələrimiz nədir? Qeyri-polyardır. Elə sənin sinifinə uyğun olaraq bunu bilsən kifayətdir bu dərs. Ay, adın nə idi qoyuram? Xan. Çünki sən hibriddir, bunları hələ gələcəkdə öyrənəsən. Sizin kitablarınızdan hələ salmayıblar da. Bu dərsdə bunu öyrənsənsə sənə halal olsun. Yəni, narahat olma. Sonra buradan adı çəkirəm. Bu Texnosparkdır, nədir? Uşaq kimdə adı nədir? Texnola qoşulur. Texnospark. Adın sinifin nədir sənin? Cavab vermək istəyirsən? Fərqli adları oxuyaq görək. Pərin isə desin. Müəllimə bir şey deyə bilərəm. Kimdir o görüm? Hə, denəm Fidan. Mən orada karbonla karbon arasında SP2 olacaq. Aha, burada bəli. İkincidə SP2 olacaq, amma fərqi yoxdur. Yəni, hibridin şəkli, Fidan, hibridin şəkli, başı balaca, qarnı böyükdür. Ona görə götürürsən. Və həmin Bütün SP2... karbohidratlarda elədir. Bütün karbohidratdır. Bu karbohidrat deyil, karbohidrogendir. Əvvəla deyil, karbohidrogen. Karbohidrogenlərdə baxırsan, hibrid varsa elədir. Bütün hibridlərdə elədir. Sən nəyi soruşmaq istəyirsən? Yəni, şəkil olaraq deyirsən, elədirmi? Sən hibrid halını soruşsan, hə. Həm SP, həm SP2, həm də SP3 bu formadadır. Buradan fərqli uşaq adıdır. Pərin isə eşidirsən məni? Ya da Ramal. Hə, Pərin isədir. İndi gəl sənə bir də təzdən baxaq, nisə. Sənə qısaca nisə deyirəm. Deməli, burada bu şəkil dedik, nə şəkli idi? Hibrid orbitalın şəklidir də. Hibridlə S istəyir. S də deyirsən, müəllim, nədir? Bu hidrogenlərdir. S-lər hidrogendir. Bunlar da hibriddir də. Burada SP-dir, bu da SP-dir. İndi sənə deyir ki, nisə, hibridlə S arasında neçədən rabitə var? Deyirsən, ay müəllim, S hibrid biri buradadır, biri də buradadır. 2 dənə nə var? Hibrid S rabitəsi var. O biri şəkildə isə, bu hansı, bunu bayaq öyrətmişdim, nəyin şəkli? Pi rabitənin şəklidir. Pi rabitəmiz nə qədərdir? 2 dənədir. Biz artıq buradan görürük ki, həqiqətən A ilə B bir-birinə bərabərdir. Çıxa bilərsən, Seycan, narahat olma, biz də çıxaraq indi. Yaxşı, bir-birinə bərabərdir. İndi baxırsan aşağıdakına. Baxırsan ki, burada bax bir dənə hibridlə S var. Axı hidrogen S-dir. Biri də burada, biri də burada, biri də burada. 4 dənə nə var? Hibrid S var. Burada C-yə 4 yazıram.
Pi rabitəmiz sizə bayaq öyrətdim ki, 2 qatın 1 pidir də bir dənədir. Sonra da yerinə qoyduq, dedik həqiqətən də C4 axı 4 bərabərdir. 1 üstünə gəlinsin 3-ə. Bu da uyğun gəldi. Yaxşı. Bu da belə. Deməli, ev tapşırığını sibirləşməyə qədər oxuyacaqsınız. Atacağım onları sizə. Bir də çox yox, az da bu keçdiklərimizi əhatə edən sadə, hamını belə deyək də, yaşına uyğun olaraq testlər atacağım.